Salam əziz dostlar və həmkarlar. Bugünkü video dərsliyimiz chapter 8 lesson 1 sharing resource olacaq. Bildiyiniz kimi Network and Sharing Center'da biz həmçinin home group həm də ümumi qurğulardan birgə istifadə etməyimiz üçün quruluşlar verə bilərik. Bunun üçün bizə lazım olacaq yenə Network and Sharing Center. Buradan əgər şəbəkə qurğuları və qovluqları birgə istifadə etmək istəyirsinizsə, siz lazımi quruluşları verməlisiniz. Bunun üçün bizə lazım olacaq Chain Advanced Sharing Setting. Burada gördüyünüz bizə lazım olan quruluşları verdikdən sonra bizim resurslarla, ümumi resurslarla işləməyimizə imkan yaranacaq. Birinci Network Discovery şəbəkə qurğuları və klient kompüter bir-birini görməsi üçün lazımdır. Bunu gözü turn off edirik. İkinci File and Printer Sharing, yəni adına məlum olduğu fayllar, printerlərin görməsi üçün. İkinci Publish Folder Sharing, yəni ki ümumi belə deyək, qovluqların paylaşması üçün. İkinci Media Streamingdir, yəni ki buradan biz də videolarımızı seçə bilərik ki, videoya, şəkillər, yəni multimedia aid fayllarımızı paylaşa bilərik. Bundan sonra bizdə File Sharing Connect var ki, burada biz fayllarımızın şifrələnməsi üçün yollar təklif edilir. Əgər belə deyək, bəzi köhnə əməliyyat sistemlərində ola bilər, yəni ki, burada bir növ home gruplar arasında əlaqə olacaq, həm də kompüterlər belki yəni köhnə əməliyyat sistemlərində olsun və onlarda 128 bitli olmasın. Bunlar üçün biz 40 və 56 bitə qədər də şifrələmə qoya bilərik. Sonra bizə gəlir Password Connect Sharing. Burada bunu aktiv edərkən bir şey nəzər yetirin. Əgər siz bunu aktiv etsəz, onda yalnız adminlər həmin qovluqlardan yaxud da fayllardan istifadə edə biləcəklər. Yəni sadə istifadəçilər bu faylı, bu quruluşu turn on olanda istifadə edə bilməyəcəklər. Turn off qoyuruq ki, bütün istifadəçilərimiz istifadə etsinlər. Həmçinin adminlər və sadə istifadəçilər. Bundan sonra mövzumuzda home group haqqında danışılır. Gəlin home groupun barəsində danışaq və yaxud da home group yaradaq. Həmin home groupun vasitəsilə gördüyünüz kimi burada yeni home group yaradıldı. Bu bizim olacaq kodumuz ki, bunun vasitəsilə biz digər istifadəçilərimizi də həmin qrupa qoşa biləcəyik. Sonra növbəti kompüterimizi həmin home grupla qoşmağa çalışaq. Gördüyünüz kimi burada kod bizə o bir kompüterə verildiyi kimi həmin kodu indi mən buraya yazacağım. Pakazet kod vurduqdan sonra bizdə burada kodumuz bizim göstərilib. Gördüyünüz kimi bundan sonra home grupun qoşmağa çalışırıq. Bundan başqa da biz istəsək, əgər multimedia parametrlərini seçə bilərik. Parolumuza baxa bilərik. Parolumuzu dəyişə bilərik. Home grupdan çıxa bilərik. Və əlavə parametrlərə də baxa bilərik. Home grupumuzdan. Həmçində burada istədiyimizi paylaşmaq üçün gördüyünüz funksiyalardan birini də aktiv edə bilərik. Ya da ki, hər hansı çatışmamazlıq baş verərsə, onu aradan qaldırmaq üçün qurğumuzda buradan işə sala bilərik. Bu çox vaxt apardığına görə dayandırıram. Həmçinin mövzumuzda daha bir bölmə var ki, onun vasitəsilə biz papkalarımızı, daha doğrusu qovluqlarımızı
paylaşa bilərik. Bunun üçün bizə əvvəlcə bir dənə papka açaq. Həmin onu properties şair bölməsindən gördüyünüz kimi bizə əsas 2 dənə lazım olan, birinci şairdir, ikinci isə advanced şair bölmələridir ki, bölmələr barəsində məsələn gördüyünüz bu file sharingdən biz istədiyimiz istifadəsini əlavə edə bilərik. Məsələn, gəlin quest-i əlavə edək və ona istədiyimiz belə deyək, icazələri vermək üçün icazə vermək, oxumağa həm yaxud oxuyub həm yazmağa da icazə vermək olar. Həmçinin bunu siyahıdan çıxartmaq da olar bunun vasitəsilə. İkinci bölməmiz isə advanced sharingdir ki, burada bəzi bizim quruluşları verə bilərik. Məsələn, userlərin sayı və icazələr barəsində. Yəni də buradan da biz öz userlərimizi əlavə edə bilərik. Hansı userlər istifadə etsinlər. Bundan sonra da həmin userlərə, məsəl üçün mən Rəhim Qods əlavə etdim və ona həmçinin biz buradan belə icazələr verə bilərik. Məsəl üçün burada read, change and full control var. Read bildiyiniz kimi oxumağa allow, icazə, deny, yəni ki icazə verilmək mənasındadır. Məsəl üçün readdə ancaq oxunmaq olar faylları, changedə onları dəyişmək, silmək və s. kimi. Full controlda isə onların idarə edilməsi, pozulma, yazma, oxuma, yəni bütün əməliyyatlar orada aparıla bilər. Məsələn, gəlin anyone-ə biz verək, yaxud deyək buna verək deny. Gördüyünüz kimi avtomatik əmrlər dəyişdi və apply əmrini veririk. İkincisi cachingdir. Caching isə bizə bu kompüterin, yəni ki, ola bilsin hər hansı kompüter olsun ki, onun sönülü olan vaxtı və yaxud şəbəkədə belə olmayan vaxtı həmin fayllardan istifadə etmək, həmin kompüter olan fayllardan istifadə etməyə görə ola bilsin bizim kompüterimiz sönülü, daha doğrusu online olmasın. Bu zaman biz keşləməni qoya bilərik. Ancaq online olan vaxt aparılsın, yaxud da biz online olmayan da aparılsın, yaxud da ki avtomatik offline zamanı bu keşləmə aparıla bilsin. Bundan başqa biz qovluqlarımızı həmçinin mərkəzləşdirilmiş qaydada idarə edə bilərik. Bunun üçün biz yenə gəlir control panel, sonra yaxud da buradan girərik. Management. Buradan shard folders gördüyünüz kimi. Birinci bizdə burada birinci bağda olanlar demək shard bu bütün bizim belə deyək ümumi istifadə üçün verilmiş papkalarımızı göstərir, yəni shard papkalarımızı göstərir. İkincidə isə ikinci papkamızda ikinci bölmədə olan bizim uzaqdan idarə edən kompüterlərimizin vasitəsilə yəni istifadə olunan papkalarımızı göstərir. Open Files isə bizim hal-hazırda şəbəkəmizdə istifadə olunan papkalarımızın göstərir və kimlər tərəfindən istifadə olunması burada göstərilə bilər. Siz həmçinin də yeni şair yarada bilərsiniz. Bunun üçün siz demək şairin üzərində vurub new şair bölməsindən də yarada bilərsiniz istədiyiniz şairi. Sonda isə mən sizə həmçinin printerlərin də ümumi istifadəsi,
yəni şəbəkədə bütün kontentdən istifadə etməsi üçün parametrləri qurmağa başlayacağım. Bundan qabaq biz müvafiq icazəni verməliyik. Bunun üçün biz qrup policy'dən printer sistem administrator şablonundan printer bölməsindən bu icazəmizi veririk. Gördünüz, mən icazə verilib. İcazə verdikdən sonra biz daxil oluruq qurğular və printerlər bölməsinə və buradan istədiyimiz printeri şair etmək üçün həmin bölmənin, həmin printerin propertiesine girib dostu bölməsindən biz burada option dostu qıdanla printeri veririk. İstəsək buradan həmçindəki driver əlavə edə bilərik şəbəkəmizdə ki, hansı kompüterlərdəki həmin printerdən istifadə etmək üçün printerlər olmaz. Tabat printerdən gördüyünüz kimi məndə 86 bitlik kompüterlər üçün driverlər artıq mövcuddur. Buradan işarə etdikdən sonra biz bunu preminit və OK vura bilərik. Bundan sonra bizim printerimiz ümumi istifadə üçün hazırdır. Bugünkü dərsimiz bu qədər. Gələn dərslərdə görüşənədək sağ olun.